Maşındayıq dostlar, mən dünən deyəndə ki, burada baş verənlərdən heç kim baş aça bilmir və burada qapalı söhbətlər gedir və burada mən deyəndə ki, burada elə bir qüvvələr var ki, hamını idarə edir üzə çıxmadan siz mənə inandınız hörmətli tamaşaçılar. Həqiqətən belədir. Və Anar bugün qığılcım olaraq bir zərrə olaraq o barədə açıqlama verdi. Nəsə eşidib, dedi ki, mən onu canlı yayında deyəcəm. Qoy desin o zaman. Sir deyilsə, sizə maraqlıdır mı yoxsa yox? Nə eşidib Anar? Və eşidib nə açıqlayacaq? Anar, buyur diqqət. Bir balaca uzun danışacağım, üzr istəyirəm. Çalışın uzun danışmayın. O məsələni açıqlayacağım, amma demək istəyirəm ki, ilk növbədə Samir bəyə söyləmək istəyirəm ki, mən nağıl danışmıram. Sadəcə olaraq birinci özüm tribunaya çıxıb Roza xanımı çıxartmaq istədim. Sonra düşündüm ki, Zənən xaylağıdır. Yolunu ötürüm, çıxsın, səs toplayar. Anar, bir dəqiqə, Zənən xəylağıdır. Mən orada çıxacağım, mən çıxacaqdım, sən çıxmayın, mən onu başa düşmədim. Kaman, yəni iştirakçılarda elə təəssürat var ki, ümumiyyətlə siz oyun oynuyorsunuz ikiniz Roza ilə bərabər. Elə bir təəssürat var, açıq deyim. Bəli, elə bir təəssürat var, amma yenə də söyləyirəm ki, xanım da ilk növbədə çıxsın, səs toplar, məni çıxardar, toplamaz, çıxıb gedir. Ya da siz qəbul edəcəksiniz bunu, hə? Qəbul edirəm, nə var ki? Və onda niyə siz Roza deyəndə ki, mən onları çıxardım, dediniz ki, Roza'yı geçsin deyin? Çünki Roza xanım olduğu kimi görsənmir. Aydındır, o zaman açıqlayın. Dünən baş verən hadisədə nə eşitmişsiniz, kimdən eşitmişsiniz və nə eşitmişsiniz? Buyurun. Açıqlayıram. Buyurun. Roza xanım Mehriban xanımla bir otaqda bəzənirlər və o otağın yanında bir dənə də otaq var. Digər tərəfdə də belə gizlənən kimi bir yer var. Mən orada dayanmışdım. Gizlənmişdiniz. Gizlənən bir yerdə mən dayanmışdım elə-belə. Sadəcə olaraq ekran qarşısında gənclər baxır, istəməzdim onlara pis örnək kimi olum, siqaret çəkirdim orada, belə söyləyeyim. Və onlar məni görsən, qapı bağlıydı. Roza xanım otağa daxil oldu və köməkçisinə söylədi ki, zəng elə, söylə ki, bugün baxsınlar şouya, söz və söz söyləyirəm. Sizdən xəbərləri yoxdur onların? Yox, çünki onlar qapını vurdular, gördülər açılmır, bağlıdır, orada başqa cür qapıdır. Və köməkçisi söylədi ki, yox, özü baxa bilməyəcək. Köməkçisi də hal-hazırda o tərəfdə dayanır. Roza xanım söylədi, okey, onda atası baxsın, bugün elə bir şey olacaq ki, dəhşətli bir şey. Mən birdən onu başa düşmürəm. Roza xanım efirdə söylədi ki, Mehriban xanım humanist olacaq, heç kəsi çıxartmayacaq, amma Mehriban xanım üçün səs istəyir və hətta söylədi ki, bol səs gəlsin Mehriban xanım üçün. Yəni, mən konkret desək, Roza Zərgəli dünən Aygün Kazımın getməyinin tərəfdarı idi. Bəli, bilirdi və canlı yayımda Aygün xanım gedəndə Roza xanım hətta o kadrlar var. Təəssürləndi, pis oldu, tutuldu. Yenə də mən burada Aygün xanım Yəni, hazırlıqlı idi. Mehriban xanlar orada sözləşməsi vardı, hə, sizincə? Bəli, mən belə hesab edirəm, mən qulaq şahidi oldum. Mən burada Aygün Kazımovanın vəkili deyiləm. Sadəcə olaraq Hətta Aygün Kazımov özü gəlib danışa bilər istəyirsə. haqq, ədalət tərəfdən. Nə işdim onu söyləyirəm. Əgər Roza xanım belə hesab edirdi ki, Mehriban xanım humanist addım atacaq, Mehriban xanım şükür Allaha tanınmış bir adamdır. Alqışlar zəhmət olmasa, özü-özünə səs deyərdi. Özü-özünə səs deyərdi də. Niyə görə axı sən köməkçindən xahiş eləyirsən Roza xanım? Söylə ki, özü baxmasa da atası baxsın və bol səs gəlsin. Bugün elə bir şey olacaq. Bu nə deməkdir? Bu deməkdir ki, sözləşmə var. Mən belə başa düşürüm. Siz necə başa düşürsünüz? Eynən. Bu dəqiqə olan nəticələrə gəlin, diqqətlə baxaq Anar. Roza və Anar qarşı durması var qarşınızda. Anar hocamla diqqətlə baxaq. Bu dəqiqə səs vermə bitsəydi, qalsın deyənlərin səs faizi 45,77%'dir, azdır. Geçsin 54,23% səs verən tamaşaçıdır. Roza Zərgərli, Anarın bu iddiamına necə cavab verə bilərsiniz siz? Diqqət ekranlara. Baxaq, Roza. Şu an önündə dediniz ki, çox siyasətçi, belə elə. Mən bir söz demək istəyirəm və bunu 1-2-3 nəfər bilir, yəni yanımıza gəlib gedən insanlar. Mən gözləyirdim ki, Anar mənə geçsinə səs istəsin. Mən öncə dedim, mənim dostum Anar, əgər o dostuydusa istəməzdi, özündən qorxmazdı, biz dalaşsaq belə. Amma mən bilmirdim ki, illər boyu dostluq etdiyim insan yalancı və qapı pusandı.
Bu son Çünki Murad bəy, Rəşad Dağlı bir danışaq da. Ondan sonra daxil oldular həmin məkanda. Sadəcə olaraq həmin məkan 2 otaqlıdır. Mən olmamışam. Yox, siz olmamışsınız. Roza xanım da köməkçi. O məkan 2 otaqlıdır. Birində mən oradaydım. Mən otağımda yoxam, mənim adımı da çəkir. Mən söylədim ki, Roza xanım və köməkçisi daxil oldular. Yox, dedim Mehriban köməkçisi adı Mehribandır, ona görə. Demədi elə, Mehriban. Otağında, qrim Mən otağında. demişdim. Amma qrim otağından üzbəüz başqa bir otaq var. O da 2 otaq. başka bir otak, onun başka bir təyinatı var. Ola bilsin bu otağın təyinatını açıqlaya bilmir. Problem değil. Mən bircə dənə olmaz efirdə bunu xahiş etmək. Amma sən and iç ki belə olub. Sən yalan and içən oğlan deyilsən. Yalandan demə. And iç ki Roza, sən öl belə olubdu. Murad bəy Bir sadəcə dakika, olaraq bir dakika Roza, siz nelerdir? Ne danışırsınız siz? And iç, falan iç. Su için rahat olun, xahiş ederim, and içmeyin.